Bakı şəhərindən ölkənin digər şəhər və rayonlarının şəhərlərarası daşıma üzrə avtobus parkının 40% yenilənib. Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12 ilə endirilib. Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96%-i biletin.az portalına qoşulub. Bənövşəyi xətt üzrə B04 stansiyasından sonra Nizami, Sahil, Xətai stansiyalarına keçid funksiyalı, Neftçilər xəstəxanası yaxınlığında və Ağşəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin Xocasən elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması nəzərdə tutulub.